5, 10, 15 dostu bir büdcəni reklama buraxmaq sizə də maraqlıdır. Bugün sizlərə bunu izah edəcəm. Öncəliklə məlumat verim, heç bir mütəxəssis pul qazandığı sirləri sizə izah eləməz. Amma biz izah edirik. Çünki biz bu metodika ilə reklam buraxmırıq və sizə də tövsiyə görmürük. İndi isə keçək videoya. Video uzun olmasın deyə qısa formatda çəkəcəm. Burada reklam hesabına keçəndən sonra AdS menecərə giriş edirik. Sonra oluştura basırıq, etkileşim və yaxud da ki, trafikində hansınızı seçərsəniz. Mən mesaj seçirəm, manuel kampaniya irəli. Deyək buradan 5 dollar, misal üçün 5 dollar irəli. Sonra buradan target falan seçməlisiniz. Qadirdən hədəf kitlə target irəli. Əsas hissə baxın burada, 3-cü hissə. Baxın yaxınlaşdıram, baxın bura. Burada 3 nöqtəyə basırıq. Hızlıca çoxalt. Artıq görürsünüz burada kopya yazılır. Bunun adını dəyişdirib qoyuruq 2. Çünki bu birincidir, bu ikincidir. Sonra üzərinə yenidən basırıq, yenidən etkiləşimə qaydırıq. Hızlıca çoxalt. Kopya gələcək, yenidən 3 edirik. Və bu qaydada görürsünüz sıralama ilə gedir. Sonra qaydırıq birincinin üstünə, artıq postları seçirik. Reklam oluşturun üstündə mövcud göndəri kullan. Bastıq, endir aşağı, göndəriyi seç. Buradan misal üçün postları seçirik. Deyək ki, bu post olsun. Bu bir. İkinciyə keçirik. Reklam oluşturun üzərinə basırıq, mövcud göndəriyi kullan. Göndərini seç. Düşürük aşağı, misal üçün bu ikinci postumuz olsun. Üçüncüyə keçirik. Reklam oluştura basırıq, mövcud göndəriyi kullan. Göndərini seç. Və buradan başqa bir post. İndi siz özünüz seçə bilərsiniz sıralama. Mən sadəcə qarışıq seçdim. Sonra bu bitəcək. Bitəndən sonra yəni dəyişiklik doğrulanacaq. Doğrulanan sonra istədiyiniz qədər, yəni buradan 3 nöqtəyə basıb birincini, yəni yeni etkileşim üstünə basıb hızlıca çoxaldı edib ad qoyub istədiyiniz qədər reklam posta qoya bilirsiniz. Sonra hamısını reklama buraxmaq üçün qayıdırsınız birinciyə, ilk əvvələ. Burada yayınla sözünə basırıq və yayınlanır.